Torpağın dərin qatlarında gözlə görünməyən, amma böyük təsir gücünə malik canlılar yaşayır. Onlardan biri də nematodlardır. Bu mikroskopik qurdlardan bəziləri gen təsərrüfatı məhsulları üçün təhlükəlidir. Bitkilərin kök sisteminə daxil olaraq məhsulların inkişafını zəiflədir, nəticədə məhsuldarlıq kəskin şəkildə azalır. Ən təhlükəli növlərdən biri olan qızılı kartof nematodu xüsusilə kartof əkinlərinə ciddi ziyan vurur. Bu nematod torpaqda illərlə aktiv qala bilir və bitkinin kök zonasına yerləşərək onun normal inkişafına mane olur. Yoluxmuş sahələrdə kartof bitkiləri solur, zəifləyir, yumruların ölçüsü və sayı azalır, məhsulun bazar keyfiyyəti isə aşağı düşür. Bu zərərli orqanizm kartof yumrusuna birbaşa daxil olmasa da, kökə yapışmış torpaq və texnika vasitəsilə bir sahədən digərinə asanlıqla yayıla bilir. Ən əsası isə onu sadə gözlə görmək mümkün deyil. Qızılı kartof nematodu hazırda Azərbaycan ərazisində məhdud dairədə yayılmış karantin tətbiq edilən zərərli orqanizmlər siyahısına daxildir. Onun yayılmasının qarşısı dövlət fitosanitar nəzarəti çərçivəsində alınır. Bəs fermerlər nə etməlidirlər? Yalnız sertifikatlaşdırılmış və sağlam toxum materialı istifadə edin. Texnikanı sahələr arasında köçürməzdən əvvəl təmizləyin və yuyun. Növbəli əkin sisteminə riayət edin. Kartofu hər il eyni sahədə əkməyin. Şübhəli hal müşahidə etdikdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına müraciət edin. Bu sadə tədbirlər həm məhsulunuzu qoruyur, həm də ölkəmizin fitosanitar təhlükəsizliyini təmin edir. Nematodlarla mübarizənin vaxtında aparılması bol və sağlam məhsul deməkdir.